Xoş gördük əziz dinləyicilər. Bir neçə gündə Azərbaycan ictimai fikrində müzakirə olunan Məhsəti Gəncəvi qısa metrajlı filmin müzakirəsi gedir. Yəni bunu Suad Qara adlı, yəni keçmiş Mədəniyyət Nazirinin səhv eləmirəmsə qızıdır, yəni nəvəsidir bilmirəm. Onun çəkdiyi film Azərbaycan Mədəniyyət Nazirinin Bədii Şurasından keçməyib. Niyə görə? Çünki Suad Qara bu filmdə Məhsəti Gəncəvinin əxlaqsız kimi göstərib, yəni bu formada göstərib. Və bu da Bədii Şurada qınaq alıb ki, bəs Məhsəti Gəncəvi kontekstdən çıxarılıb və o da bir üzr istəyirəm, biz pozğun kimi göstərilməsə Azərbaycan mədəniyyətinə əlbəttə ki, ləkədir deyə və uyğun sayılmadığına görə bu kino yayımlanmayıb. Əvvəla, yəqin ki, Suad Qara savadlı bir xanımdır, hər halda Avropada bitirib. Amma Məhsəti Gəncəvə yanaşması bizim Mədəniyyət Nazirliyimizdə ümumiyyətlə Azərbaycan xalqının mədəniyyətinə hansı cür yanaşma var ki? Hansı yanaşmadan söhbət gedə bilər ki, nə yaradılıb ki, indiyə qədər? Yazıq o Suad Qara da yəqin belə fikirləşib, ömür boyu barlarda gəzib və düşünüb ki, mən Məhsəti Gəncəvini bir bar qızı kimi versəm, təqdimat keçirsəm daha yaxşı olar. Amma Azərbaycan incəliklərini anlamayıb. İndi mən demirəm insanların yanaşması ilə işim yoxdur. Amma heç mən burada Məhsəti Gəncəvini də müdafiə etmək istəmirəm. Açığı 12-ci əsrdə yaşamış Azərbaycan xanımı üzərində bugün qurulmuş bir böyük bir bulanıq suda balıq tutma macərası var. Adam baxanda biraz da belə ürəklənir ki, nə yaxşı Azərbaycan insanları, Azərbaycan kişisi və yaxud da Azərbaycan insanı Məhsəti Gəncəvi 12-ci əsrdə yaşayan Məhsəti Gəncəvinin qısqanclığını çəkir. Valla mən bunu deyə bilməyəcəyəm. Çünki Məhsəti Gəncəvinin əxlaqını bilmirəm. 12-ci əsrdə rübailər yazmış Azərbaycanlı bir xanımdır. Ona görə deyə bilməyəcəm. Ona görə Məhsəti Gəncəvini müdafiə etməkdən uzağam ki, çünki 21-ci əsrdə mən Azərbaycan xanımını müdafiə edə bilmirəmsə, 21-ci əsrdə Azərbaycan xanımının düşdüyü bəladan biz qutara bilmiriksə, düşünürəm ki, 12-ci əsrdə Məhsəti Gəncəvi üçün özümü öldürməyim də biraz pafos olar, mənasız olar. Ona sadəcə olaraq fikir bildirmək istədim ki, bəli, köhnə bizim Mədəniyyət Nazirimizin qızı da elə öz atası kimi yəqin fikirləşib. Onlar zaten Azərbaycan mədəniyyətinin düşmənləridirlər. Mən bu günləri Mədəniyyət Nazirliyi içərisində Azərbaycan mədəniyyətini sevən bir insan tanımıram. Çünki sevsəydilər, hər halda indiyənə qədər bir əsər ortaya qoymuş olardılar. Sevsəydilər, bir nümunə ortaya qoyardılar. İşləri gücləri ancaq yeməyi çapmaq, talamaq olur. Təşəkkür edirəm diqqət çəkirəm.